Belə bir cümlə işlətək, mən o sual cavab müəllimə vermək istəyirəm. Dedi, mən də ətrafımda, dairəmdə nə qədər narkoman var idi. Baxmayaraq ana sevgisi, ata sevgisi görmədən. Amma mən qoşulmadım. Deməli, doğrudan da insanların özündən çox şey asılıdır da. Baxın, asılların bir çoxunun asılı olmağının səbəblərinin biri uşaqlığının disfunksional ailədə keçməsidir. Xanoğlanın timsalında ailəsində disfunksionallıq olub, ayrı yaşayıblar və atasına qarşı nifrət olub anasında. Bu da müəyyən uşaqlıq travmaları ona yaşadıb. Amma bunun disfunksional ailədə böyüməsi bunun mütləq şəkildə asılı olacağını 100% bəli, bunu təmin etmir. Yəni necə ki, uşaqlıqdan çox şəkər yeyən insanın bir şəkər xəstəsi olmasına dəlalət etmir. Sadəcə olaraq bu xəstəliyə tutulmuyor. O qədər yaxşı alim olan ailələr var da, övladı narkoman olur. Bəli. Yəni mən keçən dəfə də burada bir misal çəkdim. 695 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Qırmızı diplomla oranı bitirən dövlət strukturlarında, nazirliklərdə şöbə müdiri işləyən insan asılıqdan müalicə alır. Yəni bu nə tərbiyəyə, nə heç nəyə birbaşa bağlı deyil. Amma yenə də disfunksional ailənin böyüməsi onda psixoloji problemlər yaradılıb. Və mən sizə bir şey deyim, burada barışıqdan söhbət gedir. Yəni hətta barışıq olsa belə, bu barışığın yəni mümkün deyil. Çünki anasını deyə bilmərəm, amma Xanoğlanda ciddi psixoloji problemlər var.